Salam, hörmətli izləyicilər. Vətəndaşlar mənə sual verir ki, mən ikinci dəfə ailə qurmuşam. İkinci ailədən də uşaqlarım var. Birinci yoldaşım aliment ödəyən, alimentin dayandırılması və ya azaldılması mümkündür. Və ya xanımdan mənə zəng deyir ki, mənim yoldaşım mənə ikinci dəfə ailə qurub, birinci həyat yoldaşına aliment ödəyir uşaqlara görə. Bizim də uşağımız olub, alimentin azaldılması və dayandırılması mümkündürmü? Bəli, mənim havada mümkündür. İndi o hansı havadır? Mən hüquqşünas Zaur Seyidzadə məlumat verəcəyəm. Əgər kiməsə maraqlısa video sonuna qədər izləsin. Hörmətli izləyicilər. Hər şey aydın olması üçün video sonuna qədər baxın. Bir də sizdən xahiş edirəm videonu bəyənin, qoy hamı bilsin. Kimisə ehtiyacı varsa. Əgər yox, fərdi qədər məsləhət istəsiniz, mənim telefon nömrəm videonun izahı yerində YouTube kanalında qeyd olunub. Eyni zamanda YouTube kanalı şart bölməsində istənilən videonun üzərində var. Bir də sizdən xahiş etmək istəyirəm. Mən əhli təşkilatın rəhbəri kimi və əhli olan şəxs kimi, eyni zamanda hüquqşünas kimi dünyanın 40 tanınmış əhliləri haqqında kitab hazırlamışam. Həmin kitabı satılan 20 manata qoy hamı bilsin. Videonu bəyənib dəstəkləsin, YouTube kanalına abunə olun. Və yəni keçən mövzuya, hörmətli izləyicilər, alimentin hansı halda azaltmaq olur və ya dayandırmaq olur. Birinci azaltmanı qeyd edin ki, əgər vətəndaş ikinci dəfə ailə həyatı qurubsa, uşağı dünyaya gəlibsə və iş yerində dəyişiklik olub, əmək haqqı azalıbsa, o halda alimentin azaldılması mümkündür. Eyni zamanda qeyd edin ki, bundan əlavə, əgər vətəndaşın sağlamlığında problem yaranıbsa, yəni belə sonradan əlillik təyin olunubsa, o halda da azaldılması mümkündür. Amma dayandırılması uşaqlara aid. Uşaqlar əgər vaxtından əvvəl ailə həyatı qurarsa və ya evlatlara verilərsə, o halda dayandırılması mümkündür. Eyni zamanda onu qeyd edin ki, birinci qrup əhlilərə 18 yaşından sonra aliment ödənir. Onu nəzərə alın. O halda birinci, yəni söhbət gedir ərlə arvad. Ərlə arvad bir-birinə baxmaq borcludur. Boşandığı halda birinci qrup əhlidirsə, bir də ki, pensiya yaşına 5 il qalırsa, o halda. Əgər bunlar ailə qurublarsa, belə yerdə, o halda olan belə alimenti dayanır. Uşaqlarsa yalnız bilirsiniz də, Azərbaycanda erkən nikah dəvdədir. Erkən nikah baş verərsə, o halda yəni dayanır. Eyni zamanda evlatlara veribsə. Və bir şey qeyd edin ki, əgər ana atadan aliment alırsa, uşaq evinə internata qoyubsa, o halda dayandırır. Digər hallarda qanundan yol verilmir dayandırması. Yəni azaldılması mümkündür. Azaldılması üçün də atanın rəsmi iş yeri olmalıdır. İş yeri olmadığına görə məhkəmə sahibi aliment məbləğində uşaqların minimum ehtiyac meyarına uyğun, daha düzgün yaşayış minimumuna uyğun təyin edir. Hal-hazırda 246 manatdır. İndi bilirsiniz ki, yeni qanuna görə avtomatik artır. Yəni artıq belə qərar qəbul olunub ki, boşandığı zaman alimentə təyin olunsun. Köhnə aliment ödəyən şəxslər var ki, hansı ki 100 manat, 150 manat, 200 manat ödəyirdi. Onlar da artıq iddiaçı tərəf məhkəməyə bir də ərizə verməklə bir dəfəyə artıra bilər. Nəzərə alın. Amma dediyim kimi, ikinci dəfə ailə qurulmuş uşaq varsa, o halda alimentin azaldılması mümkündür. Və ya iş yerində əmək haqqı azalıbsa, hörmətli izləyicilər, nəzərə alın. Əsas məsələdən biri budur. Əmək haqqı ya azaldılmalıdır, ya insan yaşadığı pensiya çıxa bilər, ya da dediyim kimi hansı bir xəstəlikdən əlil ola bilər. O halda azaldılır. İndi baxır, o bizim vətəndaş belə deyək, 3-cü qrup olsun, 2-ci qrup olsun və ya 1-ci qrup olsun, ona uyğun da pensiya təyin olunduğuna görə aliment də ona uyğun tutulur. Nəzərə alın, hörmətli izləyicilər.
Əsas məsələdən biri budur. İnsanlar bəzən səhv sayır. Əgər böyük əynin arvad yerinə ayağı olsa, o halda Ahmet dayandırmalıdır. Yəni uşağın anası ayağı olsa. Xeyr, həmin müddət beləyək. Ailə Məcəlləsinin 113-cü maddəsi, yəni əynin arvada o halda şamil olunur ki, əynin arvad bir-birini saxlamaq borcludur və Ahmet ödəməli. Dediyim kimi birinci rüfəyi və bir də pensiya yaşına bir şey qalmış şəxslərə o halda. Əgər bu ayağı olsa, o halda dayandırır. Onun uşağa aidiyyəti yoxdur. Uşağa o halda aidiyyəti var ki, uşaq erkən nikah nəticəsində ayağı varsa, yəni qasırlı ayağı o halda 18 yaşına qədər nəzərə alın. Buna bağlı əlavə məlumat istəsiniz, Ailə Məcəlləsinin 113-cü maddəsinə baxa bilərsiniz. Və qeyd edin ki, qayda qeyd edilməsi üçün mən bayaq qeyd etmişdim. Mənim telefonum və videonun izahı yerində YouTube kanalında qeyd olunur. Eyni zamanda YouTube kanalının short bölməsində istənilən videonun üzərində var. Buyurun müraciət edin. YouTube kanalına abunə olan şəxslər telefonla hüquq məsləhətin verilməsi 10 manat. Və bundan əlavə ərizələri yazıb e-mail, WhatsApp ünvanına göndərəm. Heç bir problem yoxdur. Qeyd edin ki, istənilən mövzuda mənim short bir 1400-dən yuxarı videom var. Orada sosial yardım, Ahmet, uşaqla ünsiyyət, boşanma, vərsəyiş, vətəndaşlıq almaq, torpağa, evi sənədi almaq barədə və digər məsələlər qeyd olunub. Tanış ola bilərsiniz, hörmətli izləyicilər. Tanış olun, hüquqlarınızı bilin. Kimin nə sualı varsa, xahiş edirəm, WhatsApp-a səslə göndərin. Yazısız oxuya bilməyən vaxt olmur, bir də ki, beləyək. Telefon zənglərini başqa yerdə olan aça bilmirəm. Ona görə nə sualınız varsa səslə göndərin. Bir daha qeyd edirəm ki, mənim telefonla hüquqi məsləhətin verməyim 10 manat. Hörmətli izləyicilər, sizcə neçə manat olmalı? O barədə fikirlərinizi yazın bir. Mənə də maraqlıdır. Mən də dediyim kimi, 50 olan şəxsən, yəni bununla dolanıram. Bu bir də pensiyadır. Sizcə neçə manat olmalıdır? Sizin fikirləriniz mənə maraqlıdır. Zəhmət olmasa videonu bəyənin ki, hamı bilsin. Və bir-birimizə dəstək olun. Mən sizə belə dəstək olam, siz də mənə belə dəstək olun. Bir də kimin imkanı olsa, imkan daxilində kanala iyanə də edə bilər. Hörmətli izləyicilər. Hal-hazırda bizim 5200-dən yuxarı abunəmiz var. Heç olmasa bunu hörmətli izləyicilər. 6000 çatdıraq, zəhmət olmasa. Biraz aktiv olaq. Hamınıza təşəkkür edirəm abunə olduğunuza görə. Diqqətinizə görə sağ olun. Sağ olun.